Salam hər bir kəsə, əziz dəyərli coğrafiya sevərlər. Bugün biz Kanada ölkəsi haqqında bəzi məlumatlara və ya bildiyimiz məlumatları təkrar etmiş olacağıq. Deməli, Kanadamızın ərazisinə görə dünyada ikinci yerdə olan bir ölkədir. Ölkəmizin ərazisi Şimal Qütb dairəsi tərəfindən kəsilir və biz rahat bir şəkildə deyə bilərik ki, iki işıqlanma quşağında yerləşir və qütb gecə gündüzləri müşahidə edildiyi ölkələr sırasındadır. Ərazisi 3 okean tərəfindən yuyulur, yəni şimalda Şimal Buzlu okean, qərb sahillərində Sakit okean və şərq sahillərində isə Atlantik okean tərəfindən yuyulur və biz Şimali Amerika materikinin şimal və şərq ucları nöqtələri məhz Kanada ərazisində yerləşir. Coğrafi mövqeyi baxımından isə deyə bilərik ki, ərazisi 4-cü dövr buzlaşmasına məruz qaldığı üçün girintili, çıxıntılıdır. Və siyasi baxımından isə inkişaf etmiş ölkələr qrupuna aiddir. Əhalisinin cins tərkibində isə qadınlar üstündür. Sivilizasiya baxımından isə qərb sivilizasiyasına aiddir. NAFTA-ya daxil olan 3 ölkədən biridir. NATO təşkilatına üzvdür. G20 ölkələr sırasına daxildir. Və bu ölkədə təhsilə ayrılan dövlət xərcləri yüksəkdir. Neft və qaz hasilatına görə fərqlənən ölkələrdən hesab olunur. Zəngin neft, qaz, dəmir filizi və nikel ehtiyatları mövcuddur. Daha şimalda yerləşdiyi üçün şimal meşə qurşağında ərazisi mövcuddur. Federativ ölkə hesab olunur. Böyük Britaniyanın formal monarxiya ölkələrindən hesab olunur, yəni monarxiya idarəetmə quruluşuna malikdir. Köçürmə kapitalist ölkəsidir. Ərazisində iqlim olaraq isə Arktik iqlim, subarktik, mülayim dəniz, deməli mülayim kontinental, kəskin kontinental və yenidən mülayim dəniz iqlim tipləri yayılmışdır. Böyük göllər sistemindən isə yalnız Michigan gölü ABŞ-ın ərazisində yerləşir. Qalanları isə ABŞ-la sərhəddə yerləşir.